Rothschild'in skripkası. Qəsəbə balaca, kənddən də pis idi. Burada demək olar ki, ancaq qocalar yaşayırdı. Onlar da elə gec ölürdülər ki, adamın buna acığı tuturdu. Həbsxanada və xəstəxanada tabut çox az tələb olunurdu. Xülasə, işlər xarabdır. Əgər Yakov Ivanov Quberniya şəhərində tabut qayıran olsaydı, yəqin ki, onun öz evi olardı və ona Yakov Matveyiç deyirdilər. Qəsəbədə isə ona eləcə Yakov deyirdilər. Küçə təxəllüsü də nədənsə bronza idi. O, kiçik, köhnə bir daxmada adi kəndli kimi yoxsul bir həyat keçirirdi. Daxma təkcə bir otaqdan ibarət idi. Otaqda da o özü, Marfa, peç, 2 adamlıq çarpayı, tabut, dəzgah və bütün avadanlıq yerləşmişdi. Yakov yaxşı və möhkəm tabut düzəldirdi. O, kəndlilərin və meşanların tabutlarını öz boyuna görə hazırlayırdı və heç də yanılmazdı. Çünki 70 yaş olsa da heç yerdə, hətta həbsxanada da ondan hündür və möhkəm adam yox idi. Kubarlara və qadınlara tabutu öz ölçüb düzəldirdi. Ölçüsü də dəmir arşın idi. Uşaq tabutlarının sifarişini çox könülsüz qəbul edir. Onları ölçüsüz və nifrətlə düzəldirdi. Hər dəfə də bunun üçün pul aldıqda deyirdi. Açıq deyirəm, boş şeylərlə məşğul olmağı xoşlamıram. Sənətindən başqa skripka çalmaqdan da az-maz qazancı olurdu. Qəsəbənin toylarında adətən cühud orkestri çalırdı. Orkestri gəlirin yarıdan çoxunu özü üçün götürən qalayçı Moisey İlyiç Şahkes idarə edirdi. Yakov skripkada xüsusilə rus mahnılarını çox yaxşı çaldığı üçün Şahkes onu hərdən bir qonaqların bəxşişini hesaba almadan günü 50 qəpiyə orkestrdə çalmağa dəvət edirdi. Bronza orkestrdə oturub çaldıqda hər şeydən əvvəl sifəti tərləyir və pörtürdü. İsti idi. Sarımsaq iyindən nəfəs tutulurdu. Skripka vızıldayır, sağ qulağının dibində kontrabas xırıldayır, sol qulağında isə fleyta inildəyirdi. Fleytanı məşhur dövlətli Rothschild'in familiyasını daşıyan, sifətinin qırmızı və göy damarları çıxmış, arıq kürən bir cuhud çalırdı. Bu məlun cuhud hətta ən şən havaları belə çox yanıqlı çalmağa çalışırdı. Yakov heç bir səbəb olmadan yavaş-yavaş cuhudlara, xüsusilə Rothschild'ə nifrət və kin bəsləməyə başladı. Hər şeyi söz eləyir, Rothschild'i pis-pis söyürdü. Hətta bir dəfə onu döymək də istəmişdi. Rothschild də incinmiş, qəzəblə ona baxaraq demişdi. Əgər istedadınıza hörmət etməsəydim, sizi çoxdan bu pəncərədən bayıra atmışdım. Sonra da ağlamışdı. Buna görə bronzanı orkestrə gec-gec, lap çarəsiz qalanda cuhudlardan biri çatışmayanda çağırırdılar. Yakovun keyfi heç kök olmazdı. Çünki həmişə böyük zərərlərə düşürdü. Məsələn, bazar və bayram günlərində işləmək günahdır. Bazar ertəsi ağır gündür. Beləliklə o istər-istəməz ildə üst-üstə 200 gün heç bir iş görmürdü. Gör, bu nə boyda zərərdir. Əgər şəhərdə biri musiqisiz toy edirdisə, ya da Şahkes Yakovu çağırmazdısa, bu da bir zərər. Polis nəzarətçisi 2 il idi ki, xəstə idi və getdikcə zəifləyirdi. Yakov onun ölümünü səbirsizliklə gözləyirdi. Lakin nəzarətçi müalicə üçün Quberniya şəhərinə getdi. İşə bax ki, elə orada da öldü. Buyurun, bu da bir zərər, özü də azından 10 manat. Çünki onun tabutunu bahalı ipək parçaya tutturmaq lazım idi. Bu zərərlərin fikri xüsusilə gecələri Yakovu çox narahat edirdi. Skripkanı yatağa öz yanına qoyur, xəyalat onu basanda simini dartır, skripka qaranlıqda səslənirdi. Bundan da o bir yüngüllük hiss edirdi. Keçən il mayın 6-sında Marfa birdən-birə xəstələndi. Qarı ağır nəfəs alır, çoxlu su içir və səndələyirdi. Ancaq səhər yenə sobanı özü yandırdı. Hətta suya da getdi. Axşamüstü yenə yatağa düşdü. Yakov bütün günü skripka çaldı. Hava qaraldıqda hər gün zərərlərini qeyd etdiyi dəftərini götürdü. Darıxdığından illik zərərə yekun vurmağa başladı. 1000 manatdan çox çıxdı. Bu onu elə sarsıtdı ki, sayğacı yerə çırpıb tapdaladı. Sonra yenə qaldırdı. Onu xeyli şaqqıldatdı və dərindən ah çəkdi. Sifəti qızarmış və tərdən islanmışdı. O fikirləşirdi ki, əgər əlindən çıxmış bu pulu banka qoysaydı, ildə üstünə azı 40 manat faiz gələrdi. Demək, buradan da ona 40 manat zərər dəyirdi. Bir sözlə,
Hara baxsa zərərdən başqa bir şey görmürdü. Birdən Marfa onu çağırdı. Yakov, mən ölürəm. O arvadına baxdı. Marfanın üzü hərarətdən çəhrayı rəng almışdı. Eyni zamanda çox aydın və fərəhli idi. Arvadının üzünü həmişə solğun və qəmli görməyə alışmış Bronza özünü itirdi. Elə bil arvad doğrudan da ölürdü və sevinirdi ki, nəhayət həmişəlik olaraq bu daxmadanın, tabutların və Yakovun özündən qurtarır. Gözlərini tavana zilləmişdi, dodaqları tərpənirdi. Sifətində xoşbəxtcəsinə bir ifadə vardı. Elə bil ki, xilaskarı olan ölümü görür və onunla pıçıldaşırdı. Səhər açılır, dan yerinin söküldüyü pəncərədən görünürdü. Yakov qarıya baxarkən yadına nədənsə bəzi şeylər düşdü. Bütün ömrü boyu bir dəfə də olsun ona mehribanlıq eləməmişdi. Ona acımamışdı. Bir dəfə də olsun ona yaylı qalmaq, yaxud toydan ona şirin bir şey gətirmək ağlına gəlməmişdi. Əksinə, ancaq üstünə çıxırmış, zərərlərindən ötürü onu söymüş, yumruqla üstünə cummuşdu. Doğrudur, onu heç döyməmişdi, lakin qorxutmuşdu. O da hər dəfə qorxudan yerində quruyub qalmışdı. Bəli, ona tapşırmışdı ki, çay içməsin. Çünki onsuz da xərc çox idi. O da ancaq isti su içirdi. Bronza başa düşürdü ki, nə üçün indi arvadının üzü belə qəribə və fərəhlidir. Onu qorxu bürüdü. Səhər açılandan sonra qonşusundan at araba alıb Marfanı xəstəxanaya apardı. Orada xəstə az idi. Ona görə də çox yox, ancaq 3 saat gözləməli oldu. Bu dəfə xəstələri həkim özü deyil, felçer Maksim Nikolayç qəbul edirdi. Yakov buna çox sevindi. Həkim xəstə idi. Şəhərdə hamı qoca Maksim Nikolayç haqqında deyirdi ki, doğrudur, o içəndir, dalaşqandır, ancaq həkimdən çox bilir. Yakov qarını qəbul otağına gətirdi. Salam əleykim, dedi. Bağışlayın Maksim Nikolayç, sizi boş-boş şeylərlə həmişə narahat edirik. Özünüz görürsünüz ki, mənim bu övrətim, necə deyərlər, mənim rəfiqəm, belə dediyim üçün üzr istəyirəm, xəstələnmişdir. Felçer çal qaşlarını çatdı. Bakimbarlarını tumarlaya qarını nəzərdən keçirməyə başladı. Arıq sivri burunlu, ağzı açılaq qalmış qarı kətilin üstündə oturub belini bükmüşdü. O, yan tərəfdən su içmək istəyən quşa oxşayırdı. Felçer ağır-ağır belə deyərək köksünü ötürdü. İnfluensadır. Bəlkə də qızdırmadır. İndi şəhərdə yatılıq da var. Hə, neyləyək? Şükür Allaha, qarı dövranını sürmüşdür. Neçə yaşı var? 70-nə bir il qalıb, Maksim Nikolayç. Neyləyək? Dövranını sürüb. Yakov nəzakət xətrinə gülümsədi. Maksim Nikolayç, cənabınız əlbəttə doğru buyurur. Xoş rəftarınıza görə sizə çox minnətdarıq. Ancaq icazə verin deyim ki, hər bir həşərat da yaşamaq istəyir. Çox da ki istəyir. Felçer bu sözü elə təzdə dedi ki, sanki qarının yaşaması ya ölməsi ondan asılı idi. Belə əzizim, alnına soyuq kompers qoyarsın. Bu dərman tozundan da gündə 2 dəfə ona verərsən. Hə, xudafiz, bonjour. Fransızca xoş gördük. Yakov Felçerin üzündəki ifadədən gördü ki, iş xarabdır. Heç bir dərman tozu da kömək etməyəcək. İndi onun üçün aydın idi ki, Marfa tezliklə bugün də olmasa sabah öləcəkdir. O yavaşca Felçerin dirsəyini toxundu, göz vurdu və astadan dedi, Maksim Nikolayç, ona küpə qoymaq lazımdır. Əzizim, vaxtım yoxdur, vaxtım yoxdur. Sən Allah, qarını da götürüb get, xudafiz. Yakov yalvarmağa başladı. Bizə yazığınız gəlsin. Özünüz bilirsiniz ki, əgər onun fərz eləyək qarnı ağrısa, ya başqa bir xəstəliyi olsa, onda paraşok və damcı dərman kömək edər. Axı ona soyuq dəyib. Soyuq dəyəndə birinci gərək qan alasan. Maksim Nikolayç. Felçer başqa xəstəni çağırmışdı. Qəbul otağına qoca bir arvadla bir oğlan uşağı girdi. Felçer qaşqabağını tökərək dedi. Get, get. Özündən hoqqa çıxarma. Onda heç olmasa zil qoyun. Qoy həmişə sizə duaçı olsun. Felçer özündən çıxıb qışqırdı. Bir də ağzını açsam, səfeh! Yakov da hirsləndi. Qıpqırmızı qızardı, ancaq bir söz demədi. Marfanın qoluna girib qəbul otağından çıxartdı.
Ancaq arabaya minəndə xəstəxanaya acıqlı-acıqlı bir istehza ilə baxaraq dedi: "Sizin kimi biç haramzadələri qoyublar ora. Dövlətli adam olsaydı, küpə qoyardın. Kasıb üçün bir zəliyə də heyfin gəldi. Əclaflar!" Evə çatdıqda Marfa daxmaya girib sobaya söykəndi və 10 dəqiqə beləcə durdu. Ona elə gəlirdi ki, əgər uzansa, Yakov zərərləri haqqında danışmağa başlayacaq və onu həmişə uzandığı üçün, işləmək istəmədiyi üçün danlayacaqdır. Yakov isə qüssəli halda ona baxır və düşünürdü ki, sabah Ioanna Boguslav, biri gün isə Nikolay Çudatvorets bayramıdır. Sonra bazar günüdür. Daha sonra da bazar ertəsidir ki, bu da ağır gündür. 4 gün işləmək olmayacaqdır. Marfa da yəqin ki, bu günlərin birində öləcəkdir. O öz dəmir arşınını götürüb qarıya yaxınlaşdı və onun boyunu ölçdü. Sonra Marfa uzandı. Yakov da xaç vurub tabut düzəltməyə başladı. İşini qurtardıqdan sonra gözlüyünü taxdı və dəftərinə bu sözləri yazdı. Marfa İvanovna üçün tabut 2M 40G. Bunu yazıb dərindən ah çəkdi. Qara gözləri yumulu halda sakitcə uzanmışdı. Lakin hava qaralanda o birdən qocanı çağırdı. Yadındadırmı, Yakov, deyə fərəhlə ona baxaraq soruşdu. Yadındadırmı, 50 il bundan qabaq Allah bizə sarışın saçlı bir övlad vermişdi. Biz onda səninlə çayın qırağında oturub mahnı oxuyar, söyüdün altında. Sonra o acı-acı gülümsəyərək əlavə etdi. Qızcığaz öldü. Yakov bütün yaddaşını topladı. Lakin nə uşağı, nə də söyüdü yadına sala bilmədi. Bildi. Bu sənin gözünə görünür, dedi. Keşiş gəldi, dua oxudu. Sonra Marfa sayıqlamağa başladı. Səhərə yaxın öldü. Qonşuluqda yaşayan qarılar onu yudular, geyindirib tabuta qoydular. Keşişə artıq pul verməmək üçün Yakov özü dua oxudu. Qəbir üçün ondan bir qəpik də almadılar. Çünki qəbristan keşikçisi onun kirvəsi idi. 4 nəfər kəndli tabutu pulla deyil, Yakova hörmət etdikləri üçün qəbristana apardılar. Tabutun dalınca qoca arvadlar, dilənçilər və 2 nəfər qələndər gedirdi. Qabaqlarına çıxan adamlar xaç vururdular. Yakov da çox razı idi ki, hər şey öz qaydası ilə, şərəflə, həm ucuz, həm də heç kəs incimədən başa çatdı. O, son dəfə Marfa ilə vidalaşarkən əlini tabuta vurub fikirləşdi ki, yaxşı düzəldib. Lakin qəbristandan qayıtdıqdan sonra bərk qüssələndi. O özünü pis hiss edirdi. Boğazı yanır, ağır-ağır nəfəs alırdı. Ayaqları süstləşmişdi. Su içmək istəyirdi. Başına da cürbəcür fikirlər gəldi. Yenə də yadına düşdü ki, bütün ömrü boyu bir dəfə də olsun Marfaya acımamışdır. Ona mehribanlıq eləməmişdir. Bir daxmada yaşadıkları 52 il çox uzun sürmüşdü. Ancaq necə olmuşdusa, bu müddət ərzində o bircə dəfə də Marfa haqqında düşünməmişdi. Ona fikir verməmişdi. Sanki o adam deyil, bir pişik idi. Ya it idi. Lakin Marfa hər gün sobanı yandırırdı, xörək bişirirdi, çörək bişirirdi, suya gedirdi, odun yarırdı. Onunla bir çarpayda yatırdı. Toylardan sərxoş qayıtdıqda həmişə onun skripkasını hörmətlə divardan asırdı. Özünü də yatağa uzadırdı. Bunları da dinmədən qorxa-qorxa və qayğıkeşliklə edirdi. Yakov bu fikirlərlə məşğul ikən Rothschild gülümsəyə-gülümsəyə və baş əyə-əyə ona tərəf gəlirdi. Mən sizi axtarıram, əmican, dedi. Moisey İlyich sizə salam göndərdi və tapşırdı ki, bu saat onun yanına gələsiniz. Lakin Yakovu məşğul edən bu deyildi. O ağlamaq istəyirdi. Əl çək, deyərək yoluna davam etdi. Rothschild yenə qabağa qaçaraq həyəcanla dedi. Heç belə şey olarmı? Moisey İlyich inciyər. O tapşırdı ki, bu saat gələsiniz. Cuhudun tövşüməsi, tez-tez göz qırpması və sifətində çilin çox olması Yakova iyrənc görünürdü. Onun qara yamaqlı yaşıl pencəyinə də, zəif və sıska bədəninə də baxmaq iyrənc idi. Yakov çığırdı. Nə istəyirsən zibil? Əl çək! Cuhud da qəzəblənib çığırdı. Xahiş edirəm səsini ucaltma, yoxsa götürüb hasardan aşıraram. Yakov çığırdı və yumruqlarını sıxaraq onun üstünə cumdu. Rədd ol gözümdən, itil! Bu zirzibildən göz açmaq olmur.
Qorxudan Rothschildin rəngi ağappaq ağardı. Yerə çöktü və özünü zərbədən müdafiə edirmiş kimi əllərini yuxarı qaldırdı. Sonra yerdən qalxıb gücü yetdikcə qaçmağa başladı. Qaçarkən atılıb düşür, heyrətlə əlinə vururdu. Və onun uzun arıq kürəyinin titrədiyi görünürdü. Küçədəki uşaqlar bu işə çox sevindilər. Onun dalınca düşüb, "Cuhud, Cuhud!" deyə çığırmağa başladılar. İtlər də hürüşə-hürüşə onun ardınca tökülmüşdü. Kimsə bərkdən qəhqəhə ilə güldü. Sonra fit verdi. İtlər də daha bərkdən hürüşdü. Sonra yəqin ki, Rothschildi it tutdu. Çünki o bərk çıxırdı. Yakov örüşdə gəzirdi. Sonra o, şəhərin kənarı ilə baş alıb getdi. Uşaqlar da onun dalınca çığıra-çığıra deyirdi. "Bronza gəlir! Bronza gəlir!" O, gəlib çaya çatdı. Burada güllütlər civilti ilə uçuşur, ördəklər qaqqıldaşırdı. Günəş adamı yandırırdı. Suyun üzü elə parıldayırdı ki, adamın gözünü qamaşdırırdı. Yakov çay qırağındakı cığırla getdi və bu zaman çay hamamından dolu bədənli, qırmızı yanaqlı bir qadının çıxdığını görüb öz-özünə dedi. "Bir ona bax, su samuruna oxşayır." Hamamın yaxınlığında uşaqlar tilovun ucuna ət bağlayıb xərçəng tuturdular. Onu görən kimi "Bronza!" deyə qəzəblə çığırmağa başladılar. Bu da böyük, çoğuşlu, qoca söyüd ağacı. Onun başında qarğa yuvaları vardı. Birdən Yakovun təsəvvüründə sarışın saçlı körpə uşaq və Marfanın dediyi söyüd ağacı canlandı. Bəli, bu həmin yaşıl, sakit, kədərli söyüd ağacı idi. Zavallı necə qocalmışdı. O söyüd ağacının altında oturdu və keçmişi xatırlamağa başladı. Çayın o biri tərəfində indi çaybasar çəməni olan yerdə o zaman böyük ağaclı qayın meşəsi, üfüqdə görünən o boz dağda isə köhnə şam meşəsi vardı. Çayda gəmilər üzərdi. İndi hər yer dümdüzdür. Çayın o biri tayında qız kimi cavan və boylu buxunlu təkcə bir qayın ağacı görünür. Çayda isə ancaq ördək və qaz üzür. Heç kəs deyə bilməz ki, vaxtilə burada gəmilər üzərdi. Elə bil əvvəlkinə nisbətən qazların da sayı azalmışdı. Yakov gözlərini yumdu və onun xəyalından bir-birinin ardınca uçuşan böyük ağ qaz dəstələri gəlib keçdi. O bir şeyə təəccüb edirdi. Necə olmuşdu ki, keçib gedən bu 40 ildə, 50 ildə bir dəfə də olsun çay qırağına gəlməmişdi. Gəlmişdisə də çaya diqqət etməmişdi. Axı çay kiçik çay deyildir. Onda balıq tutmaq olardı. Balıqları tacirlərə, məmurlara və stansiyada bufetçiyə satmaq, sonra da pulları banka qoymaq olardı. Qayıqda bir yerdən o biri yerə üzə bilərdi. Skripka çalardı. Cəmaət də ona pul verərdi. Bəlkə yenə də çayda qayıq sürmək olardı. Hər halda bu tabut düzəltməkdən yaxşıdır. Nəhayət qaz saxlamaq, onları qışda kəsib Moskvaya göndərmək, təkcə tüklərindən ildə 10 manat pul yığmaq olardı. Ancaq o bunları nəzərdən qaçırmışdı. Gör ona necə ziyanlar dəyib. Ah, necə ziyanlar dəyib. Əgər balıq tutmağı, skripka çalmağı, qayıq işlətməyi, qaz kəsməyi bir araya toplasan, gör nə böyük dövlət olardı. Lakin bunu heç yuxusunda da görmədi. Həyat çox səmərəsiz, ləzzətsiz, boş yerə keçmişdi. Qabaqda isə heç bir şey görünmürdü. Geriyə baxanda da zərərdən başqa bir şey yox idi. Elə zərərlər ki, yada düşəndə adamı dəhşət alır. Nə üçün adam elə yaşaya bilmir ki, onun itkisi və zərəri olmasın? Nə üçün cavan azğayın və şam ağaclarını qırıblar? Nə üçün örüş boş-boşuna qalmışdır? Nə üçün insanlar həmişə ancaq lazım olmayan şeyləri edirlər? Nə üçün Yakov bütün həyatı boyu savaşmış, dalaşmış, yumruqlarını sıxıb başqalarına hücum eləmiş, arvadını təhqir etmişdi? Hansı səbəbə görə biraz bundan qabaq Cuhudu qorxudub təhqir etmişdi?
Ne üçün insanlar ümumiyyətlə bir-birinin yaşamasına mane olurlar? Axı bunun nəticəsində böyük zərərlər olur. Dəhşətli zərərlər olur. Əgər nifrət və ədavət olmasaydı, insanlar bir-birindən böyük mənfəət görərdilər. Çağa söyüd ağacı, balıq, kəsilmiş qazlar, yan tərəfdən su içmək istəyən quşa oxşayan Marfa, Rothschildin solğun, zavallı sifəti, axşam da, gecə də onun gözləri önündən çəkilmədi. Heyvan sifətinə bənzəyən başqa sifətlər də hər tərəfdən onun üzünə hücum edir, mızıldaya-mızıldaya onun zərərlərindən danışırdılar. O yerində qurdalanırdı. O yan bu yana çevrilirdi. Skripka çalmaq üçün 5 dəfə yatağından qalxmışdı. Səhər güclə yerindən qalxdı. Xəstəxanaya getdi. Həmən Maksim Nikolayeviç ona dedi ki, başına soyuq kompres qoy. Dərman tozu da verdi. Yakov felçerin üzündəki ifadələr və danışığından başa düşdü ki, iş xarabdır və daha heç bir dərman tozu ona kömək edə bilməz. Sonra evə gedərkən düşündü ki, ölümdən ancaq bir xeyir olacaqdır. Bu da ondan ibarətdir ki, daha yemək, içmək, vergi vermək, insanları təhqir etmək lazım gəlməyəcəkdir. Belə ki, insan qəbirdə 1 il deyil, 100 illərlə, 1000 illərlə yatıb qalır. Bundan gələn xeyri hesablasan, böyük bir məbləğ olar. Yaşamaqdan insana zərər, ölməkdənsə mənfəət gəlir. Belə bir fikir əlbəttə gözəldir, lakin hər halda acı və ağırdır. Nə üçün dünyada elə bir qayda vardır ki, insana ancaq bir dəfə verilən həyat səmərəsiz keçir? Ölməyinə heyfslənmirdi, lakin evdə skripkasını görən kimi ürəyi sıxıldı və ölməyinə heyfsləndi. Skripkanı özü ilə qəbrə apara bilməyəcəkdi. O yetim qalacaqdı. Çayın və şam ağacı meşələrinin başına gələnlər onun da başına gələcəkdi. Bu dünyada olan hər şey məhv olurmuş və məhv olacaqdır. Yakov daxmadan çıxıb astanada oturdu. Skripkanın sinəsinə bastı. Əldən getmiş, zərərlərlə dolu həyatını düşünərək heç özü də bilmədən bir hava çaldı. Lakin bu hava çox təsirli və yanıqlı çıxdı. Yakovun yanaqlarından yaş axırdı. Düşündükcə skripkası daha kədərlə inildəyirdi. Həyat qapısının cəftəsi 1-2 dəfə səsləndi. Rothschild qapıda göründü. Həyətin yarısına kimi cəsarətlə gəldi. Lakin Yakovu görən kimi dayandı. Büzüşdü və yəqin qorxudan əlləri ilə elə işarələr edirdi ki, sanki barmaqları ilə saatın neçə olduğunu göstərmək istəyirdi. Yakov mehribancasına, gəl, eybi yoxdur, gəl, dedi və onu yanına çağırdı. Rothschild şübhə ilə və qorxa-qorxa baxaraq yaxınlaşmağa başladı. Qocadan bir serjan aralı durdu. Sonra çömələrək dedi, mənə rəhm eləyin, məni döyməyin. Məni yenə də Moisey İliç göndərdi. Qorxma, dedi. Get, Yakova de ki, onsuz iş keçmir. Çərşənbə günü toydur. Bəli, cənab Şapovalov öz qızını yaxşı bir adama ərə verir. Toy çox yaxşı olacaqdır. Çox, deyə əlavə etdi. Və bir gözünü qıydı. Yakov ağır-ağır nəfəs alaraq dedi. Gedə bilməyəcəyəm. Xəstələnmişəm, qardaş. Yenə də skripkanı çalmağa başladı. Gözlərindən süzülən yaş skripkanın üstünə tökülürdü. Rothschild qollarını sinəsində çarpazlayaraq yankı oturub diqqətlə qulaq asırdı. Üzündəki ürkək, şübhəli ifadə yavaş-yavaş kədərli və izdırablı bir ifadə ilə əvəz olunurdu. Əzəbverici bir zövq duyurmuş kimi gözləri axdı. Və dedi, vah! Göz yaşları yavaş-yavaş onun yanaqlarından süzülür, yaşıl pencəyinin üstünə damcılayırdı. Sonra Yakov bütün günü yatağında uzandı və ürəyi sıxıldı. Axşam keşiş onun yanına gələndə soruşdu, böyük bir günah elədiyin yadına gəlirmi? Yakov zəifləyən əldaşını toplayaraq yenə də Marfanın kədərli üzünü, it tutarkən Cuhudun çığırdığını xatırladı və güclə eşidilən bir səslə dedi.
skripkanı Rothschildə verin. Keşiş də, yaxşı, dedi. İndi şəhərdə hamı soruşur ki, bu yaxşı skripka Rothschildin əlinə haradan düşüb? Onu satın alıbmı? Oğurlayıbmı? Ya bəlkə də girov saxlayıb? Rothschild çoxdandır fleytanı buraxıb, ancaq skripka çalırdı. Qabaqlar fleytanı çox yanıqlı çalırdı. İndi də skripkadan elə yanıqlı səslər çıxarırdı. Lakin o Yakovun astanada oturub çaldığı havanı təkrar etməyə çalışdıqda elə həzin, elə kədərli bir hava çıxırdı ki, bütün qulaq asanlar ağlayırdı. Özünün isə axırda gözləri axır və deyirdi: "Vah! Bu təzə hava şəhərdə hamının çox xoşuna gəlirdi." Belə ki, tacirlər və məmurlar tez-tez Rothschildi öz yanına çağırır, bu havanı dəfələrlə ona çaldırırdılar. Son.